لكل جعلنا منكم شرعة ومنهاجا. Gətir qardaş, gətir görsət. Vallahi deyirəm, mən cavab verirəm hamısına. Yəni deyirsən, Şeyx İbrahim Ruheylinin ətrafında mülahizələr var, yəni sözlər gəzir ətrafında, yəni filan xətaları var, mənhəcində və s. Gətir görsət də qardaş. Mən tam məsuliyyətlə deyirəm. Yəni mən bilirsiniz, mən harda oluram, mən cəmaat içində olan adamam. Yəni qasıb gizlənməmişəm ki. Gətir qardaş, Şeyx İbrahim Ruheylinin dediyin mülahizələr var ha. O mülahizələri bir-bir gətir mənə. Bax deyirəm ki, bax Şeyx İbrahim Ruheyli bax bu mülahizələr olunub olar, bu xətalar, bax bu sözü səhvdir, əhl-i-sünnə üsuluna müxalifdir, bax bu. Vallahi deyirəm, mən hamısına cavab verirəm bir-bir. Hamısına tam məsuliyyətlə bu sözü deyirəm ki, və dayanıram arxasında da. Gətir mənə Şeyx İbrahim Ruheylidə olan problemləri. Gətirə bilmirsənsə, belə boş-boşuna kör-körana təqlid eləmə. Yəni gətir mənə, demə halaldır sənə. Yəni araşdırdın və eşitdin ki, mülahizələr var və indi dəqiqləşdirmək istəyirsən. Nə problemdir ki? Amma bu günə qədər gətirən olubmu bunu? Gətirən olmayıb, qardaş. Mən bu günə qədər bu deyənlər var ha. Nə qədər adamlara yəni demişəm ki, nə mülahizələri var Şeyx İbrahim Ruheyli haqqında. Gətir mənə, mən cavab verim. Mən cavab verə bilməsəm ona. Yəni mən deyə bilməsəm ona cavab. Onda deyərəm ki, hə sənə halaldır. Yəni gətirdi, şübhələr ciddidir. Yəni problemli məsələlərdir və cavab yəni verən yoxdur. Deməli Şeyx İbrahim Ruheylidə problem var. Amma sən gətirməmsən axı. Mən hazıram qardaş. Mən hazıram və bilirsən ki, harda oluram. Bütün gün cəmaat içində olan adamam. Gətir mənəm. Yəni gətir mənim qarşıma qoy o mülahizələri. Bir-bir mən cavab verə bilməsəm onlara, ondan sonra deyərəm sənə halaldır. Deyərəm ki, sən düzgün mövqedəsən. Yoxsa ki, eşidirsən, yəni mülahizələr var və boş-boşuna o mülahizələrin yəni ona təqlid edirsənsə, kör-körana təqlid edib şeyxi də yəni cərh edirsənsə və ona qulaq asanları da cərh edirsənsə, bu vallahi cahillikdən başqa bir şey deyil. Bu cahillikdən başqa bir şey deyil. Bu, yəni müsəlmanın mövqeyi belə olmamalıdır. Gətir mənə. Yenə deyirəm, tam məsuliyyətlə, vallahi deyirəm və sözümün arxasında da dayanıram. Gətir mənə Şeyx İbrahim Ruheylinin, əhl-i sünnənin əqidəsinə, mənhəcinə müxalif olan bir sözünü gətir, görsət mənə, ya kitablarında mı, ya dərslərində mi, fərq eləmir, gətir, görsət mənə, mən ona cavab verim. Cavab verə bilməsəm, onda danışarsan. Aydındır, Şeyx İbrahim Ruheyli ölməyib ki, sağdır. Nə mülahizələr var, deyəcəksən. Və mən də ona bir-bir cavab verməyə hazıram. Aydındır, yoxsa ki, həm mülahizələr var, ətrafında şeylər var, filan kəsi filan şey eləyir, filan kəsi filan şey eləyir, dedikodu, qil və qal. Nədir bu, qardaş? Belə olmur. Gətir, yəni gətir, görsəl, bax, budur. Rəşad qardaş, bax, bu sözü İbrahim Ruheyli sən qulaq asırsan, sən ondan elm alırsan. Bu sözündə əhl-i-sünnəyə müxalif olub. Nə deyirsən bunu? Gətir, görsəl qardaş, mən deyim halaldır sənə. Belə də olmalıdır. Gətirib görsədən varmı? Yoxdur, qardaş, vallahi bu günə qədər görməmişəm. Mən qulaq asırım ona, mən tanıyıram onu. Məndən soruşcan onu sən. Niyə gedib ondan bundan soruşsan ki? Və mülahizələr var deyir və sonra da azırsan. Nə mülahizələr var? Mən hazıram, qardaş. Gətir görsət. Müdafiə edə bilməsəm, yəni o mülahizələrə cavab verə bilməsəm, ondan sonra danışarsan. Get, qardaş, bax, araşdır. Mən burada, sən burada. Gətir, görsət. Göstərəndən sonra cavab verə bilməsəm, danışarsan. Amma sən o mülahizələri gətirib görsətmirsənsə, yəni buna qadir deyilsənsə, cəsarətin çatmırsa ki, Şeyx İbrahim Ruheylinin haqqında deyilən, o deyirsən, ətrafında yəni, söz-söhbətlər gəzir, mülahizə var, problemlər var, götür də adını çək də, nə problemdir ki? Mülahizə belə ümumən götürəndə mülahizə kimdə yoxdur ki? Mülahizə nə deməkdir? Yəni mülahizələr var. Mülahizə yüngül mülahizə də ola bilər, ağır mülahizə də ola bilər, heç o mülahizə problemsiz də ola bilər. Yəni sən mənə mülahizənin adını çək də qardaş. Adını çək mənə, mən sənə izah eləyim. Bax bundan gedir söhbət. Heç kim qaçmır, heç kim gizlənmir. Mən hazıram qardaş. Məni də tanıyırsan. Gətir Şeyx İbrahim Ruheylinin mülahizələrini, mən cavab verim ona. Cavab verə bilməsəm, danışarsan, cavab verə bilsəm, sən gedib tövbə eləyərsən axı. Deyərsən ki, vay. Yəni şeyxin haqqında böhtana, kizbə, ittihama, yəni ittiham eləmişəm şeyxi mən. Allanmışam. Götür də qardaş. Bəlkə elə mülahizədir ki, yəni o mülahizədə problem yoxdur, yəni əhl-i-sünnədə, yəni qövllər var. Həm bu tərəfdə. Yəni mülahizələr demək istəyirəm müxtəlif olur da. Mülahizənin adını çək də, qardaş, adını çək, həll eləyim.
Mən hazıram qardaş, gözləyirəm səndən.